Deməli, insan potensialına dair bir çox nəzəriyyələr və yanaşmalar irəli sürülmüşdür. Bunlardan biri də Amerika psixoloqu olan Howard Gardnerin çoxşaxəli intellekt nəzəriyyəsidir. O, apardığı tədqiqatlar nəticəsində 8 intellekt növünü müəyyənləşdirmişdir. Gardner söyləyirdi ki, əsasən uşağı ruhlandırdıqda, ona düzgün təlimat verdikdə, yəni düzgün yanaşdıqda bu 8 növ intellektin hər biri inkişaf edə bilər. Bəs bu intellekt növləri hansılardır dedikdə, 1. Verbal linqvistik intellekt, 2. Məkan-vizual intellekt, 3. Məntiqi riyazi intellekt, 4. Bədən kinestetik intellekt, 5. Musiqi ritmli intellekt, 6. Şəxslər arası intellekt, 7. Fərddaxili intellekt, 8. Naturalist intellekt. Bunlar Howard Gardnerin intellekt növləridir və əlavə bir intellekt növümüz də var. Bunun adı eksistensial intellekt növü. Ə, Əsasən uşaqlar necə yaranmışıq, necə öləcəyik, yəni belə deyim, qısaca olaraq fəlsəfi düşüncə intellekti də nəzərdə tutulur. Əlavə məlumat üçün, dərsin davamı üçün Instagram kanalımızı izləməyi unutmayın. Təşəkkür edirəm.